Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 6 məsələnin 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini bildirib. O, birinci məsələnin Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi olduğunu nəzərə çatdırıb. Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmraslanov qanun layihəsi barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş və konstruktiv şəkildə müzakirə olunub. Fasilədən sonra davam edən müzakirələrdə deputatlar Əminə Ağazadənin, Cavanşir Paşazadənin və Nurlan Həsənovun çıxışları olub. Deputatlar 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsinin Azərbaycanın gələcək inkişafının, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, milli maraqların qorunmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcəyini bildiriblər. Sonra iclasda çıxış edən Maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclaslarında 2026-cı ilin dövlət büdcəsi layihəsinin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı qaldırılmış məsələlərə münasibət bildirib. Nazir ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişafına dəstək verilməsi üçün görülmüş işlər, bu sahələrdə əldə olunmuş nailiyyətlər və proqnozlar barədə məlumat verib. Daha sonra Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. İclasda komitə sədri Azər Əmraslanov Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsini təqdim edib. Komitə sədri bildirib ki, layihəyə əsasən yaşayış minimum məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.